Ləman Bakıda 3 dəfə açıq əməliyyat olundu. Dedilər yaxşıdır, evə buraxıldı. Daha sonra evdə uşağın halı pisləşdi. Bu sözləri Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin atası, yaralanmış Ləman Qulamovanın babası Vəlibəy Hümbətov deyib. Onun sözlərinə görə nəvəsini öz vəsaitləri hesabına təcili Türkiyəyə aparıblar. Əvvəlcə Səhiyyə Nazirliyinə dedik ki, vəziyyəti pisdir, bizə köməklik göstərsinlər. Onlar bildirdilər ki, əllərindən gələni ediblər. Bakıda robotik əməliyyat yoxdur deyə Ləman Türkiyədə robotik əməliyyatlar olundu. İndi yenə 3-cü dəfə robotik əməliyyat olundu, boğazına stent qoydular. Stent bir ayda boğazında qalmalıdır. Bugün əməliyyatın konfransı olmalıdır. Başqa yerdən professorlar gəlib yoxlamalı idilər ki, irəliləyiş var, yoxsa yox. Əməliyyatı edənlər dedilər ki, yaxşı nəticələnib. Lakin Ləmanın vəziyyəti ilə bağlı şübhələri var. Bugün professorlar ətraflı deyəcək ki, açıq əməliyyat olunmalıdır, ya yox. Baba qeyd edib ki, bugünə qədər xeyli xərcləri çıxıb. Bugün yenidən qəbz gəlib, qiymətləri görəndə dəhşətə düşürük. Bir günün qiyməti $1150. Nəvəm 2 aya yaxındır ki, həmin xəstəxanadadır. Hələ bir ayda müalicə görməlidir, irəliləyiş yoxdur. Heç yemək də yemir. Bugün ona kalorili qida veriblər, lakin bağırsaqdan qidalandırırlar. Heç 2 gündür bağırsaqdan da yedirtmirlər. Stenti yoxlamaq üçün bir stəkan su veriblər. Nəvəmin vəziyyəti orta ağırdır. Baba ailənin ölkə rəhbərliyinə də müraciət etdiyini əlavə edib. Sadəcə dövlətimizdən kömək istəyirik. Qeyd edək ki, Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Yanğın zamanı həlak olanlardan Könül Hümbətova Ləmanın anasıdır. Tovuz rayonunda valideynlər 3 övladından imtina ediblər. Doğru Xəbər Azərbaycan bildirir ki, ailəsinin imtina etdiyi 3 uşaq Ələsgərov 2024-cü il, Ələsgərov 2019-cu il və Ələsgərov 2018-ci il polisin nəzarəti altında rayon mərkəzi xəstəxanasına gətirilib. Qeyd olunub ki, valideynləri uşaqların dövlət himayəsinə verilməsini istəyir. Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq Dövlət Uşaq Müəssisəsinə yerləşdirilib. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov Yeni Sabaha deyib. Onun sözlərinə görə uşaqlar nəzarət altındadır. Dövlət Komitəsinin nümayəndələri, sosial işçilər və psixoloqlar, eləcə də Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri ailəyə baş çəkib mövcud vəziyyəti qiymətləndiriblər. Zərər çəkmiş uşaqlardan ikisi dövlət müəssisəsinə yerləşdirilib və onların sağlamlıq vəziyyəti mütəmadi olaraq ekspertiza edilir. Şöbə müdiri deyib ki, hüquq mühafizə orqanları uşaqların dəm qazından zəhərlənməsi faktı üzrə cinayət işi açıb araşdırmalar aparılır. Nəticədən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaq. Dövlət müəssisəsinə yerləşdirilən uşaqlar Sumqayıt Tibb Mərkəzinin yolxucu xəstəliklər şöbəsində müalicə olunurdular deyə o bildirib.